Yarışın ilk günündə açılış mərasimi keçirilib. Sonra dövlət himninin səsləndirilməsi ilə zona yarışına start verilib. Birinciliyin keçirilməsində məqsəd bu idman növünün bölgədə inkişafına nail olmaqla yanaşı, uşaqları sağlam həyat tərzinə cəlb etmək olub. Bu yarışda əsasən Cənub bölgəsini təmsil edən, yəni 6 rayondan və Bakıdan, Bakının zirvə komandası dəvət olunub iştirak eləyir. 14 komanda kubok uğrunda mübarizə aparır. Yeniyetmə idmançıların yarışı beynəlxalq qaydalara əsasən keçirilir. 3 hissədən oyunlar ibarət olur. Hər hissə 12 dəqiqədən asılıdır və əgər hesab bərabər olarsa 3 dəqiqə əlavə vaxt olur və 3 dəqiqə əlavə vaxtda da bərabərlik pozulmazsa 9 metrlik cərimə zərbələri qapılara təyin edilir. Yarışın yekununda fərqlənən komandalar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunacaq. Elnur Ələkbərov, Yusif Səmədli, Hicran Şükürov, Astara.